Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən 2 nəfər Ermənistana qaytarılıb. Bu barədə Ermənistanın Sünik vilayətinin Tex kənd icmasının rəhbəri David Qulunc Azadutuyana məlumat verib. Onun sözlərinə görə hazırda yeniyetmələr onun yanındadır. Ermənistan Milli Təhlükəsizlik Xidməti də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təsdiqləyib. Milli Təhlükəsizlik Xidmətindən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib. Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhəd bölgəsində 2 nəfərin itkin düşdüyü barədə bugün səhər məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Sünik vilayətinin Tex kəndinin sakinləri Karen Cangiryan və Andrey Qyagunuz 6 iyun saat 01:20 radələrində Aravuz kəndi ərazisində azıblar. Ermənistan Milli Təhlükəsizlik Xidməti ehtimal edirdi ki, onlar azaraq Azərbaycan ərazisinə keçib. Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.